Türkiye kino sənayesinin son illərdə yetişdirdiyi ən parlaq simalardan biri olan Çağatay Ulusoy, hər layihəsində özünü yenidən kəşf etməyi bacaran nadir aktyorlardandır. Bu videoda bir zamanlar gənclərin sevgilisi Emir Sarrafoğlu kimi tanıdığımız, sonra Medcəzirin fədakar Yamanı, İçərdənin cəsur Sarpı və nəhayət Qaddarın amansız dağınına çevrilən aktyorun möhtəşəm karyera xronologiyasını izləyəcəksiniz. Nələr hazırladıq? İlk addımlar. Adını Feriha qoydum və şöhrətin başlanğıcı. Böyük sıçrayış. Medcəzir və Delibaldakı fərqli imiclər. Rəqəmsal inqilab. Türkiyənin ilk Netflix qəhrəmanı kimi Hakan Muhafiz. Xarakter aktyorluğu. Yeşilçam və Terzi seriallarındakı dərin performanslar. Vəhşi tərəf. Qaddar serialı ilə geri dönüş. Çağatayın fiziki görünüşündən tutmuş, səs tonuna və aktyorluq texnikasına qədər keçdiyi bu yolu addım-addım birlikdə analiz edək. Sizcə Çağatay Ulusoy hansı obrazı ilə zirvəyə çatdı? Onu daha çox hansı janrda görmək istəyirsiniz? Kanalımıza abunə olmağı unutmayın.